Hər vaxtınız xeyir dostlar. Mən gəldim, düz çatdım 5 barmaq dağının zirvəsinə. Bu qalanın qalıqlarını sizə göstərmək üçün gəlmişəm. Burada eyni zamanda arxeoloji qazıntılar da aparıblar və böyük bir qalanın qalıqlarını tapıblar. Gedə göstərəcəm hamısını. Bax, elə birinci qarşımıza çıxan bu qalıqlardır. Fikir verin. Buradan başlayır, uzanır, düz gedir, çıxır bax ora qədər. Diqqət eləyin. Bax belə. Bu elə qalanın birinci qalıqlarıdır. Yəni, əsri barəsində belə demək olar ki, ümumiyyətlə Azərbaycanda birisi Gilgilçay səddi var və bu Gilgilçay səddinin üzərindədir bu. Güclü külək əsir həddən artıq. Düz gəldim qalanın ətəyinə. Bax belə, bu da demək ki, burada qalanın qalıqları. Diqqət eləyin. Belə. Yəni, bildiyimiz müdafiə qalasıdır. Belə. Gedək mən daxildə olan hissəni də göstərəcəm. Deməli, gəldim bax o qazıntı ilə aşkara çıxarılmış həmin o qalan hissələrinə. Deməli, bax bura həmin o qalanın qalıqlarıdır. Başlayır o başdan düz gəlir bura qədər. Buradan belə o istiqamətdə belə gedir. Davam edeyim. Yuxarıda qala qalıqları var, onu göstərəcəm mən. Əsas istəyim odur. Deməli, qalxdım buranı. Bu pləkanları. Bax, buradan da həmin o qalan qalıqlarına möhtəşəm mənzərə açılır. Çox gözəl bir qala olub burada. Amma yaxşı ki, bunu düzəldiblər. İnsanlar rahat çıxa bilir. Belə, bura çox darısqal bir yerdir. Həddən artıq. İndi bura ilə çıxıram. Ha, belə. Gördüyünüz kimi buradan çıxdım. Bura belə. Düz gəldim, çatdım. Burada qalan qalıqları olmalıdır. Bax, diqqət eləyin. Düz bax, buradadır. Göründüyü kimi həqiqətən yonulmuş daşlardan istifadə olunur. Həqiqətən ki, bu qaya daşlardır və qaya daşlarını yonub ondan istifadə edirlər. Buradan dəniz açılan mənzərələr. Yəni, dəhşət gözəldir. Belə, qalanı da gördük. İndi gedək. Dəhşət külək əsir. Ən yüksək zirvədə. Burada külək azdır. Biraz duraq və buradan ətrafa mənzərəyə baxaq. Davam edirəm dostlar. Və son nöqtəyə qədər gedib çıxacam. Və gəldim yəni. Belə dostlar, deməli tam son nöqtəsinə gəldim, çatdım. Buradır. Son nöqtədə belədir. Gəldik, bura qədər çıxdıq. Bura dediyim kimi də, yəni bax, o aşağıda da göstərdim qalan qalıqlarını. Yəni, sırf qaladır və bu danılmaz fakt. Belə, bu da ən son nöqtəsi. Belə, gedək.